başına atarsın. Nə israf elə, israfı kimdir? Bu nə? İsrafı da sen. Ha, sən bax o israf edirsən. 8.000 pul alıblar məndən. Oynamaqlarına bax. Ələşkər! Aleşkər! Geldi. Aleşkər! Ne var Ələsgər? Ələsgər. Ələsgər Məmmədoğlu, Azərbaycan kinosunun unudulan simasının faciəvi və yarım qalan həyatı. Hazırsınızsa başlayaq. Bir dənə betə. Utanmağım başıma bəla oldu. Ömrünün sonlarına doğru belə deyirdi. Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakının Kubinka məhəlləsində dünyaya göz açır. Uşaqlığı çox tez böyüyür. 12 yaşında atasını itirir və 6 uşaqlı ailənin bütün yükü evin böyük oğlu olan Ələsgərin çiyinlərinə düşür. O, yaşamaq üçün tum və dondurma satır, ailəsini dolandırmağa çalışır. Varnar, Güleyşən arı, Mələsən arı, Gəlayım işləri. Əsl adı Əskər olsa da, Bəyin oğurlanması filmindən sonra insanlar onu elə Ələsgər adı ilə çağırmağa başlayır və zamanla bu ad onun sənət kimliyinə çevrilir. Anasının aktyor olmasına qarşı çıxmasına baxmayaraq, o sənət yolundan dönmür və fikrini dəyişmir. 1975-ci ildə